Salam, hörmətli abituriyentlər. Bugün mən sizlər üçün ABC biologiya sınaq toplusundan 3-cü sınağın 1-ci sualının izahını vermək istəyirəm. Sualda deyilir ki, kütləsi 5268 olan zülalın tərkibində cəmi 51 peptid rabitə vardır. Bu zülalın radikallarının kütlələrinin cəmini tapın. Demək, biz əvvəlcə bilməliyik ki, 51 peptid rabitə varsa, ondan bir vahid çox amin turşuları var. Demək, 51-in üzərinə 1 gəlirik, tapırıq ki, bu zülal molekulu 52 amin turşusundan ibarətdir. Əvvəlcə biz radikalsız kütlələri tapmalıyıq ki, ümumi kütlədən radikalsız kütləni tapaq və yerdə qalan radikalların kütləsi olsun. Bunun üçün açıq izah vermək istəyirəm. Demək, biz bilirik ki, hər bir amin turşusu amin qrupundan və karboksil qrupundan ibarət. Yəni, amin turşularını ardıcıl yazım. Burada isə OH yazılır. Üzərinə növbəti amin turşusunu gəlirəm. Yenə növbəti amin turşusunu yazım. Demək, nəyə diqqət eləməliyik? Birinci, başlanğıc və sonda olan amin turşularının radikalsız kütləsini hesablamalıyıq. Bilirik ki, hər bir amin turşusunun radikalsız kütləsi 74 atom kütlə vahidinə bərabərdir. Diqqət eləsək, görərik ki, ümumiyyətlə zülalların əmələ gəlməsində birinci amin turşusunun karboksil qrupundakı OH-la ikinci amin turşusunun amin qrupundakı hidrogen birləşir. Eyni şəkildə bu da bu cür olur. Baxaq, demək, birinci amin turşusundan OH ayrılır və OH-ın kütləsi isə 17-yə bərabərdir. 74-dən 17-ni çıxırıq, tapırıq ki, 57-dir. Demək, birinci amin turşusunun kütləsi 57-yə bərabərdir. Sonuncu amin turşusunda diqqət eləsək ki, özündən əvvələ bir hidrogen birləşir. Yəni, ümumi kütlə 74-dən çıxırıq biri, qalır 73 atom kütlə vahidi. Yəni, radikalsız kütləsi, axırıncı amin turşusunun radikalsız kütləsi 73 atom kütlə vahidinə bərabərdir. İndi isə ortada olanlara baxaq. Diqqət eləsək görərik ki, ortadakı amin turşusunu bir tərəfə hidrogen, digər tərəfə isə oksigen verir. Və OH-ın kütləsi 17, amma hidrogenin kütləsi 1-dir. Yəni, cəmi 18-dir. Onda 74-dən, yəni radikalsız kütlədən 18-i çıxırıq, tapırıq ki, ortadakı 56-ya bərabərdir. Biz də bilirik ki, əgər 52 amin turşusundan ibarətdirsə, bunlardan biri başlanğıc, biri son, 50-si isə ortada yerləşir. Demək, onda yazıram, ortada yerləşənlər, yəni 50-nin hər birinin kütləsi, radikalsız kütləsi 56-ya bərabər olduğu üçün vururam, tapıram ki, ortadakilərin kütləsi 2800 atom kütlə vahidinə bərabərdir. Sonra 2800 atom kütlə vahidinin üzərinə başlanğıcdakı amin turşusunun radikalsız kütləsini gəlirəm, yəni 57-ni. Bir də üzərinə gəlirəm, sondakı amin turşusunun radikalsız kütləsi 73. Bunların hamısının cəmi bir yerdə olur 2930. Və ümumi kütlədən, yəni 5268-dən çıxırıq radikalsız kütləni 2930 bərabərdir. Yerdə qalan 2338 isə radikalların kütlələri cəmi olur. Yəni, doğru cavabımız olur B variantı.